Allah'ın salamı olsun hər kəsin üzərinə. Bizim Bakıda 45 nömrəli məktəbdə oxuyanda mən müəllimimiz bir şey bildirmişdi. Düz də deyir, beynimə batır. Deyib ki, başqa ölkələrdən də, Azərbaycandan da çoxlu alimlər, yəni professor sözün açılışdısı var, yaşıyorlar. Yəni Allah Quranda buyurur ki, alimlər, ona mənə bildirmiş ki, Allahın da bir adı alimdir də, el alimi. Yəni ki, Allahın adı alim haqqında sən bilirsən sonra. Deməli, yəni professor, alimdən yüksək nələrsə, nəm doktor, nə onlar az boş şeylərdir. Bu alimlər bizdə də var da, yəni ki, əsl alimlər, yəni kəşf edənlər, onların haqqında beyni dincəlir, pauza. Demə. Hələ, məmnun fikirlərim var çox. Dostlaşmır, dinlərin dostluq eləmək olmaz. Deyirəm, onda da demək bilərsiniz, yaxşı deməm. Sən demirəm, deyil. Allah Teala'ya qurban olum. Allah istədiyin, öz elmindən Allah hikmət sahibidir. Allah yenilməz qüdrət, hikmət sahibidir. Hikmət sahibidir. Allah Allah'ın yarattığı hər şeydə bir hikmət vardır. Allah yarattığı hər şeyi hikmətlə yaradır. Yəni, öz elmindən də istədiyinə istədiyi qədər bildirir. Qeybdən necə? Onu fikirlərim. Sonra şeytan deyirsən, sonra istəyirsən yayınasan. Danış. Ona cavab vermə də, düzdür. Deyil, qeybdən də bildirir. Sonra istədiyinə istədiyi qədər deyil. Allah Teala Bəqərə 255-ci ayədədir. Bildirir, nədir o? Ayətlər kürsüdə bildirir. İstədiyinə, öz elminə, istədiyi qədər bildirir. Yəni, hikmət verir və bizim Azərbaycanda da çoxlu kəşflər eləyənlər var. Sadəcə necədir? Məsələn, mən bu videonu çəkməyə gələndə yadıma düşdü ki, Amerikadan, məsəl üçün, biz deyirik ki, filan kəşf olub, Amerika deyəndə hamı deyir ki, Amerika deyir, bu dəqiq ilə, bu vışı götürürsə, o kəşfi qəbul edir. Amma ki, halbuki müəllimiz nə dedi? Müəllimimiz dedi ki, Amerikadır, bir də Yaponiyadır. Bunlar kəşflərə çoxlu pul verirlər, digər ölkələrdən. Mən özüm hətta bilirəm, o araşdırmışdım, yoxsa yox, internetdə sən deyil. Qısa deyim. Azərbaycandan da çoxlu alimlər var, məsəl üçün, onlar kəşflərini aparıb Amerikada, ya Yaponiyada, digər ölkələrdən də baha qiymətə satırlar onlara. Sonra da onlar da o kəşflərlə nə çevirlər, yaradırlardır, belə deyək ki, yaradan ancaq Allahsa, onların da əlində elədir ki, o kəşflər olur da, Allahın lütfü belə. Pula görə onlar inkişaf edirlər, daha da pullanırlar. Bu düz. Sonra nə deməksən? Bu söhbət deyil. Nə istəyirsən? Ya, onu da deyiləm. Nə istəyirsən? Deyil. Məsəl üçün, mən video baxmışdım. Belarusiyadaydı, haradaydı. O ölkə yadından çıxıb sonra Azərbaycanlı bir professor idi. Dedim, mən küçədə mikrofonla danışırdı. Adamlar yığılmışdı, video təşvik koymuşdu, sən də baxdın, nə deyildi? Dedim, mən Azərbaycanlı həkiməm, professoram, mən Rusya deyiləm, sonra
Mən xərçəng xəstəliyinin müalicəsini tapmışam. Neçə 100 adamda müalicə edib, geri apardım o Səhiyyə Nazirliyinə kəşfimi. Onlar da dedilər ki, ya səni öldürərik, hədəliyiblər. Dedi, ya da çıxırəcə o getdi o ölkədən. İndi o küçələrə də çəkmişdi. Qarşıma çıxdı. Yəni ki, təkcə dərman mafiyası, daha nə mafiyalar var ki, yaxşı kəşfləri qəbul eləmir, qəbul olmasına imkan vermirlər. O kəşflərin imkan belə. Keyif yox, təəssüf. Allah onların nə? Canına qəlbəli salsın demirəm. Amma deyirəm, ne demirəm ki, ay sağ ol. Cəmatlı zərli edirlər. O dünyanı peşədən idarə edirlər, deyirlər. Və keçməyin, yaxşı söndür. Zərli olsunlar. Amin. Amin. Sağ olun.